Hörmətli yoldaşlar, bir daha xoş gördük. İkinci modulumuzda, biz birinci modulumuzda elektrik qaynaqçılıq, xüsusilə əlil elektrik göz qaynaqçılığın vəzifə təlimatına, qaynaq aparatının təhlükəsizliyi, qaynaq aparatının istismar zamanı təhlükəsizlik texnikası tələblərinə nəzər yetirmiş olduq. Və istər qaynaqçının işlədiyi qaynaq sahəsi, istər qaynaqçının istismar etdiyi qaynaq aparatının təhlükəsizlik təlimatını biz tanış olduq. İndi biz baxırıq qaynaq texnologiyasına, qaynağın növlərinə, qaynağın fiziki mahiyyətinə və qaynaq işini görən zaman istiliyin hesablanmasına. Əlbəttə ki, bu istiliyin hesablanması zamanı biz çox ölçülü parametrlər nəzərə yetirəcəyik. Yəni, istər metalımızın növünü müəyyən etməliyik, istər cəryanımızın növünü müəyyən etməliyik. Cəryanımızın növünü müəyyən etən zaman əlbəttə ki, metalın qalınlıq xüsusiyyətini nəzərə almalıyıq. Qaynaq usulunu, qaynağın aparılma vəziyyəti, şabırıdır, üfüqüdür, müəyyən bucaq altına və s. bu kimi parametrə nəzarət edib qaynağın usulunu da seçə biləcək. Amma ilk öncə gəl görək qaynaq nədir, qaynağın hansı növləri mövcuddur. Qaynaq bərk materialları, metalların yerli əridilmə və birgə deformasiya yolu ilə ayrılmaz əlaqəsinin yaradılması prosesinə deyilir. Bəzi ədəbiyyatlarda bunu qeyd edirlər ki, atomlar arası ayrılmaz xüsusilə olaraq bir atomlar arası sözünü də əlavə edirlər. Yəni, atomlar arası əlaqənin yaradılması prosesdə deyilir. Biz qaynaq prosesindən danışan zaman iki məsələyə xüsusi diqqət yetirməliyik. Birinci məsələmiz metalın vəziyyətinə görə. Metalın vəziyyətinə görə biz işləyən zaman, yəni bu fikir verəcək orada əridilmə və deformasiya yolu ilə iki üsulla deməli biz əlaqə yarada bilərik. Bunları ümumiləşdirsək, vəziyyətə görə deyək, əritmə üsuluyla, əlbəttə əritmə üsulunu yerinə yetirmə zaman müəyyən fiziki təsirlərdən, fiziki sahədən istifadə edəcək. Bir də təzyiq yoludur. İkinci, bu atomlar arası əlaqənin yaradılması prosesində hansı enerjiden, yəni mahiyyət baxımından hansı fiziki sahədən istifadə edəcək, ona görə növlərə baxacaq. Burada pres qaynaqlı, kimyəvi qaynaq, qaz qaynaqlı və sənayedə istifadə olan ultrases və lazer qaynaqlarına qeyd edilir. Amma bu günləri bizim baxdığımız kurs çərçivəsində, bizim baxdığımız kontekstdə bizim danışacağımız qaynaq hansı qaynaqdır? Elektrik qaynaq. Elektrik qaynağının özündə göz qaynağı, kontakt qaynaq kimi adlandıra bilərik, burada növləri adlandıra bilərik. Və bunlar beynəlxalq ədəbiyyatlarda bu elektrik qaynağının növləri MMA, MIG-də qaynaq deyirlər. Sonra bu qaynaq növləri Azərbaycan dilinin ədəbiyyatlarında deyirlər əl ilə qaynaq, əl ilə transformatorlu qaynaq üsulları da adlandırılmaqdadır. Növbəti, biz qaynaq prosesində danışan zaman müxtəlif təsrifat əlamətlərinə nəzər yetirmək. Birinci təsrifat əlamətimiz həm bu qaynağımızın növünü müəyyən edir, həm də qaynağımızın tarixi inkişaf baxımından bugünkü bizim müasir istifadə edilmiş qaynaq texnologiyasının, qaynaq üsulunda səbəbini və mahiyyətini orada göstərir. Deməli, burada iki növünü müəyyən edə bilərik. Hansı növlərini? Elektrodun növünə görə, elektrodun mahiyyətinə görə. Əriyən elektrodlu göz qaynağı deyə bilərik və əriməyən elektrodlu göz qaynağı deyə bilərik. Və bunlar tarixən də ilk dəfə istifadə olunan göz qaynağımız hansıydı? Əriməyən tipli göz qaynağımız. Və bunlar wolframdan və kömür grafitdən də hazırlanırdı. Bunlar əsas elektrodumuz yalnız və yalnız istiliyin əmələ gəlməsini təmin edir və doldurucu naqilimiz artıq nə idi? Burada əlavə seçilir. Ancaq əriməyən elektrodlu üsulda isə doldurucu naqilin həm əsas elektrod rolunu oynayırdı, həm də doldurucu elektrod rolunu oynayırdı. İndi ona da nəzərət edilir. Deməli, fikir versəniz biz nə sözünə işlədik? Göz qaynağı, elektrik qaynağı, göz qaynağı, kontakt qaynaq və s. belə növlərə ayrılır. Deməli, ilk öncə burada gəlin qövsün əmələ gəlməsinə və qövsün fiziki mahiyyətinə nəzər yetirək. İlk öncə qaynaq prosesində istifadə olunan elementləri sadalayaq. Birinci nəyim var mənim? Əsas metalım. Əsas metal. Yəni, qaynaq ediləcək metalımdır. Metalın qalınlığına, alüminiumdur, çuğundur, metalın növünə görə nəni seçmişik? Qaynaq elektrodumuzun tipini seçmişik. Hələ də biz o parametrləri çox fikir vermirik. Mahiyyətinə gələcək. Burada mənim nəyim var? Elektrodum var. Bu elektrod həm doldurucu naqil rolunu oynayır, həm də nə rolunu oynayır? Əsas elektrod rolunu oynayır, istiliyi
yəni metalın kövrəkləşməsini, qaynaq vannasının əmələ gəlməsini təmin edir. Deməli, elektrodumuzu fərz edək ki, düzünə qütblülük vermişik. Əsas elektrodumuza, yəni sabit cəryan dövrəsində istifadə edib qaynaq aparırıq. Sizə daha çox istifadə edin cəryanımızdır. Biz əvvəlki modulda nəzər yetirdik ki, deməli, elektrodun seçildiyi, qidalandığı dövrdən asılı olaraq qaynaq dərinliyimiz dəyişməkdədir. Ən çox istifadə edilsinədən sabit cəryan dövrəsində qaynaq üsulundan və qaynaq aparatından. Bəzi ki, burada düzünə qütblülük vermişik. Əsas elektrodumuza müsbət potensial, mənfi elektrodumuza mənfi potensial vermişik. Görürük ki, elektrodu siz müəyyən bir sürətlə metala toxundurursunuz. Metala toxunduğunuz təqdirdə birinci prosesimiz nə olur? Qısa qapanma olur. Qısa qapanma hadisəsi baş verir. Yəni, elektrodun metala toxunduğu anda qısa qapanma baş verir və biz deyirik ki, qısa qapanma zamanı dövrdən axan cəryan neyini? Kəskin artır. Kəskin artır. Plus minusa toxunur və cəryanı kəskin artır. Və Joule-Lens qanunundan bilirik ki, Q bərabərdir I kvadratı RT və bu ifadən görürük ki, ayrılan istilik cəryanın kvadratından asılıdır. Bizim cəryanımız 10 dəfə artırsa, ayrılan istiliyimiz 100 dəfə artır. Artıq qısa qapanmanın olması nəticəsində cəryanın da kəskin artması ilə burada nə yaranır? Böyük bir istilik yaranır. Həmin istilik başlayır nəyə? Metalın kövrəkləşdirməyə. Əlbəttə ki, burada istiliyin ayrılması nəticəsində elektrodun diametrinə uyğun olaraq onun ətrafında bir kövrəkləşmiş sahə yaranır. Biz buna nə deyirik? Qaynaq vannası. Deməli, ikinci mərhələdə nə yaranır? Qaynaq vannası. Qaynaq vannası artıq bizim metalımızı kövrəkləşdirir, ərimə temperaturuna çatmış halına gəlir. Və artıq biz burada qaynaq vannasını əmələ gəlirik. Qaynaq vannasının əmələ gəlməsi dedik ki, diametrdən asılı olduğuna görə, deməli, bu vannanın və diametrin düzgün tənzimlənməməsi iki metal parçanın düzgün ucuzca birləşdirilməməsinə gətirib çıxarır. Çünki vannanın mənim kiçik ölçülə hündürlüyün, dərinliyin kiçik olması qalın detalların belə deyək, mütəhərrik birləşməsinə gətirib çıxarmayacaq. Hər hansı bir qüvvə təsir göstərdiyiniz anda birləşmə nöqtəsindən qırılacaq və parçalanacaq. Yəni, bu detalımız fərz edək ki, bir ağır bir mexanik bir prosesin bir aqreqatıdır, bir elementidir. Artıq o təzyiq nəticəsində sınmış olacaq. Deməli, qaynaq vannamızın dərinliyi nəyə müəyyəndir? Materialımızın qalınlığını və birləşmə keyfiyyəti. Görürsünüz, burada bütün proseslər silsilə olaraq bir-birindən asılı olaraq dəyişməkdir. Qalınlığa nəzərə biz elektrod seçməsək, qaynaq vannamız, qaynaq dərinliyimiz düzgün olacaq. Qaynaq dərinliyimiz düzgün olmasa, iki detal parçanı biz birləşdirə bilmirik. Fərz edək ki, burada müxtəlif görürsünüz, qalınlıqlı metallar göstərir. Burada fərz edək ki, vannamızın elektrodu kiçik seçmişik, vannamızın dərinliyi bu istiqamətdir. Sizcə burada birləşmə olacaqmı? Bu hissədə birləşmə olacaq, amma burada siz qüvvə tətbiq etdiyiniz zaman bu sınmış ola bilər. İkinci mərhələdə artıq elektrodu toxundurdunuz, növbəti mərhələdə. İndi elektrodu müəyyən bir sürətlə çəkməlisiniz. Əvvəl deyir ki, elektrodun çəkmə sürəti də elektrodun vurulma anı da hamısı nədir? Qaynaq proses zamanı bir məlumat, bir informasiyadır, keyfiyyətli qaynaq üçün əhəmiyyətli bir göstəricilərdir. İndi siz bunu çəkən zaman risk çəkmirsiniz ki, yəni dərhal elektrodun arasında müəyyən bir sürətlə və müəyyən bucaq altında hərəkətini təmin edirsiniz. Burada elektrodu çəkən zaman burada nə əmələ gəlir? Qaynaq boyuna əmələ gəlir. Görürsünüz ki, artıq elektrod ərilmiş sahədən çəkilir. Çəkilən zaman burada qaynaq boyunun yerdə cəryanın sıxlığı çox yüksək olur. Sahəmiz kiçilir. J bərabər I vurulsun S ifadəsində biz görəcəyik ki, sahə kiçilir və burada cəryanın intensivliyi çoxalır. O vaxta qədər olur ki, artıq burada cəryanın kəskin artması ilə bu hissə qırılır, boyun qırılır. Dördüncü mərhələdə, ən sonuncu mərhələdə, burada plusun var, burada minusun var. Boyun qırıldı və elektrodun o örtüyü artıq dağılır, oksidləşmiş hissə təbəqə dağılır və əsas doldurucu naqil hissəsi əriyərək o ərilmiş sahədə, yəni elektrodun özü əriyərək əridilmiş və qaynaq vannası əmələ gəlmiş sahə qopur. Yəni bir sözlə deyək ki, elektrodun əriyir və birləşmə sahəsini doldurur. Deməli,
bir qövsün əmələ gəlməsi prosesi göstərir. Bax, qövs burada göstərir. Əsas elektrodun metaldan çəkildiyi anda elektrodla metal arasında qövs əmələ gəlir. Həmin qövs də doldurucu naqilini əliyib o qaynaq vannası sahəsində və birləşmə sahəsinin doldurmasını təmin edir. Deməli, bir qövsün əmələ gəlməsi üçün 4 mərhələli prosesdən istifadə edirik. Birinci mərhələdə nə əmələ gəldi? Qısa qapanma mərhələsi. İkinci mərhələdə nə əmələ gəldi? Qaynaq vannası mərhələsi. Üçüncü mərhələdə, siz bunu deməli, olduqca böyük sürətlə çəksiniz, boyun mərhələsində nə baş verəcək? Artıq, belə deyək, elektrodun tam əriməyəcək və tam sahəni doldurmayacaq. Yəni, istərsə də burada diametrin özünü düzgün seçilməməsi və burada elektrodun dərhal çəkilməsi, çünki lazımi istilik miqdarı ayrılmayacaq, lazımi istilik miqdarı ayrılmadığına görə də metal yumuşalmayacaq. Yəni, bu 4 parametrin 4'ü də keyfiyyətli qaynaq prosesində mütəxəssisin, yəni ixtisasçı qaynaqçının həm əl vərdişlərinin köməyi ilə, həm də hesablama xarakterli, belə deyək, əməliyyat xarakterli işlərin köməyi ilə bunlar təmin edilməkdədir. Oldu qısa qapanma mərhələsi, qaynaq vannasına əmələ gəlməsi, qaynaq boynu və qövsün əmələ gəlməsi. Ən sonuncu mərhələdə siz nə iş görürsünüz? Qövsüz əmələ gəlir və metalı doldurur. Boşluğu doldurur. Dedik ki, elektrodumuzun növünə görə 2 qaynaq üsulumuz var idi. Birinci qaynaq üsulumuzu biz adlandırırıq Bernard üsulu. İlki bu Bernard üsulu Slavyan üsulları Rus alimlərin adlarındandır. Bu sahə üzrə məşğul olan alimlərimizdir. Yəni Rus alimləridir, belə deyək. Deməli, burada 2 üsulumuz. Birinci üsulumuz Bernard üsulu. Bernard üsulumuzda əriməyən elektroddur. Bax, fikir verirsiniz əgər, burada verilmiş hələ getdi. Burada sabit deməli, nədən istifadə etmişik? Sabit cəryan mənbəyindən istifadə etmişik. Görürsünüz, cəryanın sabit cəryan mənbəyidir. Əksinə qütüblükdən istifadə etmişik, tərsinə qütüblükdən. Biz bir görürdük ki, adın düzünə qütüblük nədir? Elektrodumuza nə verirdiniz? Müsbət verirdiniz. Detala nə verirsiniz? Mənfi verirsiniz. Bu ən çox istifadə edildiyiniz qütüblük üsuludur. Amma burada əksinə verilir. Deməli, qütüblülüyün yerinin dəyişməsi nəyə görə seçilir? Detalın qalınlığına görə seçilir. Misal üçün, fərz edək ki, 2 qalınlığı fərqli olan bir detal parçası göstərilmişdir. Birinci detal parçasının qaynaq dərinliyimiz bu belə lazımdır, ikincidə də bu istiqaməti lazımdır. Düzdürmü? Əgər daha çox nüfuz etməyə malik bir qaynaq əldə etmək istəyirsə, belə deyək, istiliyin ayrılmasını əldə etmək istəyirsə, düzmə qütüblükdən istifadə edirik. Daha kiçik olmasını istəyiriksə, əksinə, tərsinə və qütüblükdən istifadə edirik. Burada bizim detalımız görürsünüz kiçik olduğuna görə, sahəsi kiçik olduğuna görə, biz burada əksinə qütüblükdən istifadə etmişik. Görürsünüz ki, elektrodumuza müsbət verdik. Elektrodumuz nədir? Wolframdan hazırlar, qrafitdən hazırlar və kömür elektrodu deyə adlandırılır. O, Wolfram misafın çox yüksək temperaturlara tab gətirir. Mən səhv etmirəmsə 3000 dərəcədə yuxarı temperaturlara o tab gətirə bilir. Yəni burada həmin o istiliyin ayrılması Wolfram elektrodunu ərimir. Ona görə də biz ona əriməyən elektrod da adlandırmışıq. Elektrod dəydi. Dəyən anda nə baş verir? Burada bir qaynaq vannası əmələ gəlir. İndi bunun sağ tərəfi ilə fikir verirsiniz, doldurucu naqil gətirilir. Doldurucu naqil ayrılmış istiliyin hesabına əriyir və boşluq sahəsini doldurur. Deməli, bu üsulda əsas fərqi doldurucu naqillə əsas elektrodun fərqli olmasına gəlir. Siz bu üsuldan istifadə edirsiniz, qaz mühitində elektrik qaynağından istifadə edirsiniz, argondan istifadə etdiyiniz zaman bu doldurucu naqildən istifadə edirsiniz. Yəni, bu əriməyən elektrodla hələ də istifadə edilməkdədir. Növbəti elektrodumuz ən çox istifadə edildiyiniz emmə qaynaq adlandırdığımız qaynaq üsuludur. Burada sadəlik baxımından əsas elektrodun həm doldurucu naqil rolunu oynamaqdadır, həm də əsas elektrodun. Həm istiliyin əmələ gəlməsi, həm qısa qapanma prosesini təmin edir, həm də eyni zamanda doldurulmasını təmin edir. Burada da boşluğun doldurulmasını təmin edir. Bu Slavyan üsuludur. Görürsünüz ki, burada da tutucu elektrodun sabit cəryan mənbəsinə qoşulub, sabit cəryanda hansı qütüblülükdür, tərsinə və əksinə qütüblülük deyə adlandırmaqdadır.